baş sponsoru Hacı Ceylon çayları. Bu dünya qızıl bir közəyə bənzər. Suyu gah şirindir, gah da ki zəhər. Həyat dediyimiz bu muazzam bir yaşantının içərisində yaşadıklarımız bizi cilalayır. Yaşadıklarımız, gördüklərimiz bizə sözün əsl mənasında həyatın dadını daddırır. Hər vaxtınız xeyirli uğurlu olsun əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Yəqin ki gözləyənlər deməkdə yanılmırıq. Xəzərin sahilindəyik və Xəzərin sahilində hər birinizə bol-bol Xəzər sevgisi göndəririk. Bugün əhval-ruhiyyəmiz çox gözəldir. Çünki əhval-ruhiyyəmizə rəng qatan, həyatın acısını, şirinini, dadını bütünlükdə bizə öz əsərləri ilə, öz yaratdıqları ilə yansıdan bir insan Xəzərin sahilində bizimlədir. Artıq onun sadaladıqca özü daha çox təyin eləyər ki, hansı sahəni ona uyğun etmək olar. Klipmaker, layihə rəhbəri və incəsənət sahəsində Nail Naiboğlu imzası. Məncə bu imza yetər, bu imza kifayətdir. Daha çox mən sevirəm məni klip rejissor kimi təqdim eləyəndə. Hətta bəzən mənə deyəndə ki, rejissor, deyirəm ki, bu bizim böyük rejissorlarımız var. Eldar Quliyev, Rasim Ocağov, Vaqif Mustafayev. Mən onların yanında bir zərrəyəm. Daha yaxşı olar ki, məni klip rejissoru kimi təqdim eləyəsiniz. Və sevirəm sənətimi. Təvazökarlıqdan uzaqda olsam, sevinirəm ki, bugün Azərbaycan klip bazarında öz imzam var, öz yolum var və yetərincə uğurlarım və xeyirlərim var bu sahədə. Nail Naiboğlu bugün Xəzərin sahilindədir və bu kürsüdə əyləşmək Nail bəy həm də bir ruha hesabatdır, həm də bir keçmişə hesabatdır, gələcəyə ümiddir, bugün varlığının cavabıdır. Və Nail Naiboğlu veriliş başlamamışdan öncə Xəzərin sahilində gəzdi, Xəzərin ətrini ciyərlərinə çəkdi, onunla söhbət elədi. Bu bizim ənənəvi yanaşmamızdır. Çünki ritorik olsa da Xəzər arxamda mənimlə bərabər öz təlatümünü, öz varlığını hiss elətdirir və artıq uzun illərdir ki, biz bərabər tamaşaçıların qarşısında dəyərli insanların qəlbinə sirayət etməyə çalışırıq. Və bacarırıq, bacarmırıq, yəqin ki, bunu zaman göstərir. Və bunun üçün də bilavasitə birinci Xəzərimlə salamlaşmaq, onun ətrini ciyərlərinə çəkmək, onun xeyir duasını almaq, daha sonra isə bərabərlik. Nə dedi Xəzər sizə, neynədiniz? Bax, onun hiss edəndə, onunla olanda, ya bilirsiniz ki, bu verilişə gəlirsiniz, bilirsiniz ki, sizin daxilinizin müəyyən məqamları məhz burada təhlil olunacaq. Bax, bu hisslər sizə nə verirdi? Əvvəla salamlayıram bütün tamaşaçıları. Düzdür, biz uzun illər qonşu kanalların birində bərabər çalışsaq da heç o üzdə gəlməmişdik sizlə. Amma verilişinizi o illərdən izləyirəm və sevə-sevə bugün bu qonaq kürsüsündəyəm və sizə söyləyim ki, ilk dəfədir mən Fəxrə xanımla üzdəyəm. Yəni, həyatda heç vaxt üzləşməmişik. Fəxrə xanıma da söylədim ki, efirdə bir başqa cür sizə aşiq olmuşdum. Yəni, sizin sənətinizə bir başqa cür vurğunluq hissim vardı. Real həyatda bir neçə dəqiqəlik söhbətdən sonra bir başqa cür, bir başqa Fəxriyə Lilpar özüm üçün kəşf elədim. Təşəkkür edirəm. Və uğurlar diləyirəm. Sevinirəm ki, bugün Azərbaycan televiziya məkanında sizin kimi aparıcılar var və sizin kimi müəllif layihələrini təqdim eləyənlər var. Çünki doğrudan da ehtiyac var maariflənməyə, doğrudan da ehtiyac var yaxşı mənada nəyəsə baxıb özün üçün bir tərbiyəvi bir an yaşayasan və götürəsən. Qaldı ki, Xəzərəm, nə deyə bilərəm? Xəzərin qoynunda doğulmuşam, Bakı şəhərində və Xəzərə təşəkkür eləyirəm ki, mən məhz Xəzərin sahilində olan bir şəhərdə dünyaya göz açmışam və hazırda da Xəzərin sahilində yaşayıram.
Yəni mən eyvandan baxanda Xəzər məndən üzbəüz dayanır. Qaldı ki, bu məkan mənə bir neçə il əvvəl mən bu məkanda klip çəkmişəm. Bizim əməkdar artist Manana xanıma bir gürcü ifaçısı ilə, David adlı bir gürcü sənətkarı ilə, Gürcüstanda yetərincə tanınan bir ifaçı ilə o günlərə qayıtdım. Dedim ki, nə vaxtsa mən bu eyvanda dayanıb start, stop deyirdim klip çəkilişdən və onda da hava biraz soyuq idi. Xəzər də biraz təlatümlü idi və məhz həmin klipdə çəkilən bir sənətkar var idi. Hansı ki, mən uşaqlığımdan o sənətkara böyük sevgi ilə yanaşmışam. Bizim Azərbaycanın xalq artisti Akif İslamzadə və mən ilk dəfə də Akif İslamzadə ilə üz-üzə gəlirdim. Və bu mənim üçün unudulmaz bir andı. O baxımdan indi elə Xəzərin sahilində, yəni verilişdən öncə eyvanda olanda Xəzərlə onu danışırdım ki, məhz elə bu məkanda mən arzularımı, istəklərimi yerinə yetirmişəm, ruzu qazanmışam, uğurlu layihələrimdən birini təqdim etmişəm. Bilirsiniz, bir yaradıcı adamın mühitdə özünü rahat hiss eləməsi bu çox vacib amildir. Bu impulsiv reaksiyanı almaq o sənət əsərinin uğurlu olmasına dəlalət edir. Bu mənada yaradıcı adamların məhz bu məkanda, bu yerdə özünü tamaşaçılara təqdim etmə hissləri, o hisslər mütləqdir ki, fərqli olur. Çünki o Xəzərin havasını, Xəzərin ətrini alırlar. Qəribə bir aura var burada. Bəli. Çox qəribədir ki, məsəl üçün indi məni tanıyanlar bilir ki, biz daha çox əyləncəli şou proqramlarda qonaq oluruq və əyləncəli şou proqramlarda iştirak eləyirik. Amma burada sanki öz üzərində bir məsuliyyət var. Yəni, ağzından çıxan hər kəlməyə yəlik eləmək, yəni düşünüb danışmaq ki, birdən bu cümləni deyərəm, başqa cür çıxar. Bu sözü deyərəm, yeri olmaz. Ona görə də bu dəqiqə öz üzərimdə çox böyük bir məsuliyyət hiss eləyirəm. Tam səmimi deyirəm bunu. Tamaşaçıların və bu auditoriyanın, məhz bu auditoriyanın, inanın ki, Nail bəy, o qədər diqqətli auditoriyadır, o qədər hər bir xırda detala önəm verən auditoriyadır və mən bu veriliş efirə gedəndən sonra tamaşaçılardan kimlərsə hər hansı bir məclislərdə fikir bildirəndə özüm həmən an, bax bu anlarda, çəkiliş prosesində hansı məqamda özüm nəyi hiss edirəmsə, onu tamaşaçı məhz o məqamı xüsusilə vurğulayırlar. Çünki bizim tamaşaçılarımız çox diqqətlidir, bizim tamaşaçılarımız çox tələbkardır və biz xalq olaraq, millət olaraq koloritli insanlarıq və bu insanların qəlbinə yol tapmaq o qədər də asan deyil. Və Nail Naiboğlu imzası artıq uzun illərdir Azərbaycan incəsənətində, hətta şou biznesin ilkin addımlarında öz sözünü demiş imzadır. Və bugün bu kürsüdə əyləşib, keçmişə baxmaq və etdiklərin və etmədiklərin, bax bunu düşünmək həm də növbəti mərhələyə bir keçiddir. Musa Yaqubun bir sözü var, eləmədiklərim yandırır məni. Nail Naiboğlu bugün hansı eləmədiklərini düşünür? Deyim sizə, 2005-ci il idi, ilk dəfə klip çəkdiyim, yəni il. Əslində özümü çox şanslı bir sənət adamı deyim, bir rejissormu deyim sanıram. Çünki yaradıcılığıma başlamışam bizim mərhum sənətkar İlham xanım Quliyeva ilə. Yəni, məncə İlham xanımın adı, imzası yetərli olar ki, bugün fəxr duyuram ki, mən İlham xanım kimi sənətkarın 18 klipini çəkmişəm. Və İlham xanımın ən şah əsərləri Unut Məni, Sevgi Dünyamız, Ağla və bir Gülüm və bir çox mahnılarının kliplərinin müəllifi mən olmuşam. Sana büyüsün bu sevgi dünyamız, koy göyler sevinsin məhəbbət ilə.
Ay sevgi rüyamız dönsün yeryüzünde bir möcüzeye. Çox şanslı rejissoram ki, İlham xanımla bərabər daha bir sənətkarım, Azərbaycan Respublikasının xalq artisti, dəyərlimiz, Allah ona can sağlığı versin, Flor xanım Kərimova ilə işləmişəm və onun ən məşhur mahnısı Harda bir it olar gələr qapar məni, mahnının adı Tapar mənidir, amma o mahnı nədənsə hər yerdə Harda bir it olar gələr qapar məni kimi səslənir, o mahnının klipini mən çəkmişəm. Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni. Yeryüzündə bir it varsa gəlib tapıb qapar məni. Bugün Azərbaycan gəncləri deyərdim, yəni təbii ki, yaşlı sənətkarlarımızı çıxsaq, gənclərin içində ən yüksək reytinqə və statusa malik Röya ilə işbirliyim olub. Xarici ifaçılarla işləmişəm və digər, yəni sevilən sənətkarlarımız, sevilən ulduzlarımız, məşhurlarımız və yaradıcılığımda ən böyük arzum bu il həyata keçdi. Yaradıcılığımın 20 illiyində Heydər Əliyev Sarayında ilk Azərbaycanlı rejissor kimi yaradıcılıq gecəsi keçirdim və çox şanslı rejissoram ki, mənim yaradıcılıq gecəmdə Flora xanım Kərimova, Nisa xanım Qasımova, Alim Qasımov kimi sənətkarlar iştirak elədi. Bugün Nail Naiboğlu'nun klip gibi ömrüne hoş geldiniz. Hiç uzak yakın çoxum yok. Nail deyəndə sizin mənə münasibətiniz səslənir. Vətən şəhidinin ruhu şad olsun. Bir vətən Layıqlı xırlar, alışdı ulduzlar. Bir gün bulun yüreğinden keçərəm. Tutaraq özgə əlindən Sevgilim bak yarış yağı bu şəhərdən çıxıb gedə bilərsən. Yüreğimin yarısısan sensiz olmaz. Bir ümid, bir işıq bəlkə var bu eşqdəs. Elimizden uçup gitti. Mənə gəl biləğini tut. Sevincindən hər şeyi həyatda unut. Dedim məhəbbət necə dedim onu bilmirəm. Gecələr Elə bil əllərim yox olur mənim. mənə bu sevgini öyrədən qadın. Aniden söz koşarım, düz koş edip tez koşarım. Az koşarım, saz koşarım. Sevə bilmədin, məcnun ola bilmədin. Üzün dönməz mənə sarı Get ol daha uzakdayan bil, bedeninden uzakdayan. Sensiz çok ağladım. Bir əsən güllər kimi yeni gün doğar. Kədər yox olar. Sattın nəfsinə. Nail çox sağ ol. Alışdım. Çəkdiyin zəhməti, mənə etdiyin hörməti halal leginən. İnşallah belə gözəl konsertlərdə sizinlə o qədər görüşəcək. Bu gece bizimle beraber oldunuz. Var olun. Bilirsiniz, yaradıcı insanlar, arzular bitmir. Bu dəqiqə düşüncələrimdə niyə görə gözəl hansısa bir məşhur xarici ulduza klip çəkməyim? Məsəl üçün, çox istəyərdim ki, bir neçə ulduzlar var ki, onlarla işbirliyim olsun. Söhbət Azərbaycanlı yox, xarici ifaçılardan gedir. Bəzi ifaçılar var ki, bugün dünyada yoxdular, amma çox əfsuslar ki və heyfslənirəm ki, kəşki Aygün bəylərlə də bir işbirliyim olardı. Allah ona rəhmət eləsin. Şans da var idi, danışmışdıq da, nəsə alınmadı işbirliyimiz. Bax, bugün heyfslənirəm ki, həyatda yoxdur və onunla bağlı xatirəm yoxdur. Məsələn, arxivimdə Aygün bəylər bəzəmir.
arxivimdə yoxdur. Bəs klipmaker peşəsi hələ sizin başladığınız dövrlərdə bu özünü təsdiq etməyən yeni bir sahə idi və hər kəs üçün o yeni idi və o həm də özünü təsdiq etmək üçün gözəl bir realizə vasitəsi idi. Yeni olduğuna görə qəlblərə daha tez yol tapdı, daha tez həzm olundu. O peşəni seçmək, o peşəyə gəlmək, o qərarı vermək nədən qaynaqlandı? Deyim, əslində bizim dövrümüzdə, yəni mən 2005-ci ildə klip çəkəndə artıq məndən öncə bizim klip rejissorlarımız var idi. Hansılar ki, çox populyar və sevilən ulduzlarımızın sevilən kliplərini çəkirdilər. Və mən onların işlərinə baxıb və həmkarlarımdır, bugün dostlarımdır, hər birini salamlayıram və mən bunu çəkinmədən, belə deyək, utanmadan deyirəm ki, mən Fuad Əlişovun, Ülviyə Könülün işlərinə baxıb, onların o zamanlar Faiq, Aygün, Zülfiyə üçün çəkdiyi işlərə baxıb, o qədər xoşum gəlirdi ki, özümü o qədər onları oxşatmaq istəyirdim ki, mən də onlar kimi çəkim, mən də onlar kimi işbirliyi qurun və mən bunu özümə ayıb bilmirəm. Çünki onlar məndən öncə sənətdə olublar. Və təsəvvür edin ki, bir dayday olmayan, bir sponsor olmayan, bir öz belə deyək də əli ilə, dırnaqları ilə, dişi ilə gəlib və ayaqda duran bir insan gəldi klip çəkməyə və mən buna 9 il hazırlaşdım. 96-cı ildə artıq bu sahədə işləyirdim və bunu hər zaman da demişəm ki, mən kuryer kimi başlamışam show biznesdə, yəni bir telekanalların birində və zaman elə gətirdi ki, öyrəndim və öz ayaqlarım üzərində durmağı bacardım və 2005-ci ildə klip rejissoru olmağa qərar verdim və qərar da verəndə indiyə qədər yadımdadır, öz komandamı yığdım və dedim ki, mən klip rejissoru olmaq istəyirəm, mən klip çəkmək istəyirəm və 3 aydan sonra mən məşhur klipmaker olmaq istəyirəm və sizdən də kömək istəyirəm. 3 ayda müddət qoydunuz? Bəli, 3 ayda müddət qoydum və 3 ay tamamında artıq mən İlham xanıma klip çəkmişdim və bütün məşhurlar mənə zəng vurub deyirdilər ki, bizə klip çək. Və 20 il əvvəl ilk klipimdə olub Ağla, sözləri və musiqisi xanım İsmail qızına aid və mən buradan təşəkkür edirəm bizim dəyərli xanıma ki, o zaman mənə dəstək oldu. Çünki biz İlham xanıma klipi çəkəndə ilk dəfə bunu sizin verişdə deyirəm. Mən İlham xanımla küsülü idim. Məndən küsmüşdü və xanım İsmail qızı yığdı və o deyəndə ki, Nail Naiboğlu klip çəkəcək sənə, sizə və İlhamə xanım, siz xeyir dua verin. Öncə dedi, heç vaxt. Mən onu yaxına buraxmayacağım. İndiyə qədər yadımdadır. Xanım dedi ki, eləməyin deyir İlhamə xanım, mahnımızdır, gözəldir. Sonra dedi ki, eyb yox, qoy çəksin. Qoy çəksin və mən onu bağışlayıram. Yəni İlhamə xanım çox ürəyi yumşaq bir xanım idi. Yəni baxmayaraq ki, hökmran idi, baxmayaraq ki, özünə məxsus egoları var idi. Və klipi çəkdim, gəldi, baxdı. İlk sözü bu oldu. Sən mənim ipək kliplərimin rejissorsan bundan sonra. Və hər yerdə də mən o cür təqdim edirdi. Və çox nə arzulayırdım oldu. Amma indiki dövrdə o vaxt klip çəkmək maraqlı idi. O vaxt rəqabət var idi. Amma indiki dövrdə klip bazarı, bəli, adam istəyir, əvvəla bizim musiqimiz o dövrün musiqiləri deyil. Qoy inciməsinlər məndən. Əksər musiqilərimiz çox aşağıdır. Mahnının sözləri çox aşağıdır və bəzən mənə elə mahnılar təqdim olunur ki, hələ ifanı qoyuram bir qırağa. Musiqi və sözlər o qədər bərbad olur ki, mən özüm günlərlə düşünürəm ki, axı buna nə çəkə bilərəm mən? Çox ağrılı bir məqama toxundunuz. Xüsusən də siz bu sahənin içində olduğunuza görə hər bir işin öz xiridarı, öz məlhəmi olmalıdır, belə deyək. Biz axına doğru deyil də axına qarşı çıxmağı bacarmalıyıq. Nail bəy, biz bu barədə danışacağıq, çünki bu çox vacib həm də məsələdir. Bir çayımızdan içək. Bəli. Nail bəy, dodağınızı yaşlayın, boğazınızı yaşlayın. Bizim bu çayımız Hacı Seylon çaylarıdır. Bizim tərəfdaşımızdır, bizim əməkdaşımızdır. Bu dəqiqələri, bu günləri bizə yaşadanlardır.
Ona görə hər birinizin əziz tamaşaçılar evinizdən ətirli, gözəl dəmlənmiş çay əski olmasın. Biz də əski olmayaq, bizi də dinləyin. Bəli. Ona görə kanalı dəyişməyin. Verilişin baş sponsoru Hacı Seylon Çayları. Verilişin baş sponsoru Hacı Seylon Çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Gözəl, pürrəngi bir Hacı Seylon çaylarını içə-içə. Üzr istəyirəm sözünüzü kəsdiyim üçün. Mən çox çay xoram. Bizim o bir söz var da, loru dildə desək, çay həvəskarıyam, çay xoram. Ona görə də sevdim Hacı çaylarını və düzün də deyim ki, elə evdə də istifadə etdiyim çaylardan biridir. Nə gözəl. Bəli. Hacı Seylon çayları Azərbaycan markası olaraq hər zaman baxın, Nail bəy, biz qonaqlara bunu təqdim edirik. Adətən, yəni yazılan və yazılmayan qanunlar çərçivəsində bu sponsorları, tərəfdaşlarımızı biz təqdim eləmək borcumuzdur. Amma inanın ki, bu çayı dadandan sonra həmən mənə zəng edirlər. Fəxriyə xanım, sizin verdiyiniz çay artıq bitdi və biz bu çayı çox bəyənirik. Hardan necə əldə eləmək olar? Biz də hər zaman bu reklamlar arasında, əziz tamaşaçılarımız, diqqətlə izləsəniz, məkanı, QR kodu, məlumatı hamısını sizə təqdim edirik. Bu saatların, bu anların, bu vaxtın, bu məkanın bizə olan tərəfdaşı Hacı Seylon çaylarıdır. Nail bəy bizim qonağımızdır. Nail Naiboğlu'nun təqdimata ehtiyacı yoxdur. Klipmaker, Azərbaycan incəsənətində öz dəsti xətti olan insan, həmkarım, bir neçə layihələrin müəllifidir və o layihələrin hər biri öz sözünü demiş layihələrdir. Və biz bugün sənətdən danışırıq. Eyni zamanda sənətin insana yansıtdığı məqamlardan danışırıq. Biz əslində, Nail bəy, incəsənət insanları missionerdir. Bu dünyada missionerdir və istər böyük cərəyanlarda, istər kiçik cərəyanlarda fərq etməz hər zaman ideoloji məsələlərdə də, baxın biz 44 günlük müharibə şəraitində insanları coşquya gətirən, insanlara o sevgini verən, insanların ruhunu təsəlli edən məqamların hər biri bizim bu sənət əsərlərimiz oldu. Musiqilər oldu, bəstələr oldu, ifalar oldu və hər zamanda bu belə olub. Bu mənada bax sizin yaratdıqlarınız, ərsəyə gətirdikləriniz birbaşa insanın ruhuna və düşüncələrinə təsir edir, məsuliyyətlidir. Bayaq qaldığımız yerdən davam eləyək ki, bundan sonra yaranan o problemli məsələlərin həllini nədə görürsünüz? Bax, mən sizə bir söz deyim də, bir atalar misalı var, palaza bürün, ellə sürün. Sadəcə olaraq biz sənət adamları biraz elə bil ki, artıq büründük palaza. Hər şeyi çərçivədən kənar elədik. Gəlin razılaşaq da, ömür boyu bayağı musiqilər olub, bayağı sözlər olub, bayağı mahnılar olub, bayağı ifaçılar olub. Yəni, qaçılmaz da bu, yəni olublar da bunlar. Yəni, biz bugün deyək ki, yox, bugündür bu, elə deyil axı, zamanında da olub. Sadəcə olaraq o bayağı ifaçılar, o bayağı mahnılar, bugün elə sənətkarlarımız var ki, onlar da səhnəyə çıxanda onlar üçün bayağı deyirdilər zamanında, onları da qəbul eləmirdilər. Amma onlar özlərini təsdiqləməyi bacardılar və öz üzərlərində işlədilər, janrları üzərində işlədilər, onlar doğru musiqilərə keçid aldılar, ifa elədilər və başladılar işləməyə. Amma biz nə edirik? Bugün, qoy heç kim məndən inciməsin. Hansısa toyxanada, hansısa restoranda çalışan fotoqraflar, video operatorlar, əllərinə bir kamera alırlar, başlayırlar klip çəkməyə. Mən rejissoram kimi özlərini təqdim eləyirlər. Və çox əfsuslar olsun ki, bizim ifaçılar da ucuz qiymətə qaçıb, bəzən də pulsuz hədiyyat eşidib, gedib bu işləri görürlər. Sonra da deyirlər ki, axı, niyə bizim sənət belə oldu? Axı, ay sən filan kəs. Axı, sən özün imkan yaratdın ki,
Bugün gəldi hansısa bir yoldan keçən özünü rejissor adlandırıb sənə bir klip çəksin və yaxud özünü bəstəkar adlandırıb, şair adlandırıb. Halbuki o insanda bu və ş hərfindən qəti heç nə yoxdur. Orasını, burasını düzəldib, süni zəkadan istifadə edib. Məsələ budur ki, Bəli. onlara baxış sayı da var. Bilirsiniz bu... Amma deyim sizə, baxış sayı var deyəndə ki, baxın, trend deyilən bir anlam var idi. İndi birini qoyub, birini deyim. Nə qədər ki trend var idi, puldan qoyurdular, reklam edirdilər və baxışları yığırdılar. Bugün trend yoxdur. Baxaq o milyonlar yığan ifaçıların baxışlarını 100 min, 200 mindən artıq baxış yığmırlar. Yaxşı, bu trend olanda niyə bu milyon yarım yığırdı? Mən bir dəfə bir ifaçıya dedim əzizim, necə olur? Sən qoyursan 1 milyon yığırsan, mən də səni qoyuram, sənin belə deyək ki də proqramını mı, mahnımı mı, çəkdiyim klipi mi yığır 200 min. Reklama biz sadəcə biz insanları sanki allatdıq. Reklam, bilirsiniz də, yəni sosial şəbəkədə reklama qoy, hansısa bir məhsulu mu, video mu qoyursan, reklama ödəniş eləyirsən və bu baxış yığır avtomatik. Milyon da yığa bilər, hətta milyard da yığa bilər, yəni fərqi yoxdur. Mən baxıram bəzən müğənnilərə, mənim əzizim, Zambi, Angola, nə bilim, uzaq Afrika ölkələri, bu Afrika ölkələri də sizi, məni kim tanıyır? Qurban olun ki, oradan baxırlar və şərt də yazırlar. Yəni, hərdən baxıram, deyirəm ki, biz niyə özümüzü bu qədər aldadırıq? Və çox qəribə deyim, bir hadisə baş verdi. Mənim konsertimdə bir ifaçı ifa elədi. Bir ziyalı insan mənə yazanda ki, Aygün Kazımova sənin konsertində necə cavan görünürdü. Məni gülməyi tutdu ki, bu Aygün Kazımova deyil də, əgər bizim ziyalımız bugün Xatunla Aygün Kazımovanı seçə bilmirsə, ayıra bilmirsə, onda bu tamaşaçı neynəsin? Yəni, mən də belə elədim, bəli, Aygün idi. Amma indi buradan deyirəm ki, o Aygün Kazımova deyildi, o Xatun idi. Sadəcə olaraq ola bilər ki, bir oxşarlıq var. Yəni, çox qəribə... Sizcə Xatunun özünü Aygünə bu qədər oxşatması, bu Xatuna nə verir? Yəni, bunu Xatun efirlərin birində deyib ki, Aygün Kazımova mənim idolumdur, belə deyək də. İndi o sözün Azərbaycan tərcüməsini bilmirəm, ona görə tamaşaçılardan üzr istəyirəm. Və mən istəyirəm özümü ona oxşadıram və bu mənə zövq verir. Mən ona heç də deyə bilmərəm. Yəni, bu onun öz istəyidir. Amma sizə elə gəlmirmi ki, Xatun Aygünə qədər öz dəsti xəttə olan, bir baxışdan həmən seçilən Xatun bugün artıq bənzədilmiş formada Xatundur? Yaxşı olardı ki, mən əslində o Xatunu sevirdim. Əlbəttə. Yəni, tam səmimi deyim, xətrini istədiyim ifaçıdır, dostumuzdur. Amma bugün indi o özünü Aygün Kazımova'ya oxşadırsa, Aygün Kazımova da Aygün Kazımovadır da. Yəni, Aygün Kazımova'ya oxşatmaq qəbahət deyil, günah deyil. Amma sənətdə copy-paste eləmək günahdır. Çünki hər kəsin özünün öz dəsti xətti olmalıdır, öz imzası olmalıdır. Açığı deyim ki, mən əksini düşünürəm, Fəxriyə xanım. Çünki mənim də yaradıcılığımda olub, belə deyək də, kopyalamaq, yəni nüsxələmək, Azərbaycan dilində desək. Və mən bunu özümə bir dərd eləməmişəm. Hətta açıq aydın da demişəm ki, yəni bu işə bənzəyir. Hətta elə olub ki, öz işimdən öz işimi oxşadan olub. Yəni, bilirsiniz, gəlin razılaşaq ki, bugün bütün televiziya verilişləri, bugün bütün mahnılar, bugün bütün sözlər, kliplər, görüntülər, hətta binalar, arxitektura, memarlıq bəzən olur da, yəni baxırsan və bənzədirsən. Yəni bu normal bir haldır, amma bir də var ki, məqsədli qarşıva qoyursan ki, mən tutaq ki, veriliş eləyəcəm və mən Fəxriyə par olacam, biraz o yaxşı şey deyil də. Yəni oxşadanda da gəlir içində öz anların da, öz o incəliklərin də olsun da. Yəni bu baxımdan, amma yəni uğurlar deyirəm Xatuna, Aygün xanıma da, hər ikisinin də xətrini istəyirik. Yəni bu o deyil ki, Xatun niyə belə elədi? Yəni ürək istəyir eləyir və bunu da heç vaxt da gizlətmir. Nail Naiboğlu üçün
əvəz olunmaz və heç bir zaman dəyişilməz olaraq qalan bu qədər işlədiyiniz müğənnilərin içində kimi daha çox əsl sənətkar kimi qiymətləndirirsiniz? Bilirsiniz, mən yenə də deyirəm, o qədər şanslı Aydındır, deyəcəksiniz Aygün, Röya və s. Yox, yox. Yəni, məsəl üçün, zamanında İlhamə xan, bugün Flora xan, Nisa xan, Ağdadaş Ağayev, Faiq, elə Aygün, Röya, Zülfiyə xan, bunlar təbii ki, yəni və digər sənətkarlarımız var ki, yəni bəzən mən işlərə öz balalarım kimi baxıram. Hərdən mən deyirəm, mən 1000 uşaq atasıyam. Bir imza desəniz, kimi seçərdiniz? Bir imza. Seçim qarşısında qalsaydınız. Təbii ki, İlham Quliyeva. Yəni mən bugün İlham Quliyevanın çörəyini yeyirəm. O bugün dünyada yoxdur. Bəzən deyirlər ki, belə falan. Deyirəm ki, zaten dünyada yoxdur. Yəni mənim İlham xanımla bir qorxacağım və yaxud keçəcəyim və yaxud ona xoş olsun deyə bunu demirəm, amma İlham Quliyeva. Çünki mən Nail Nayboğlu olmuşam onun üçün çəkdiyim işə görə. Çünki zamanında bir çoxlarına müraciət elədim. Hamısı düşünürdü ki, Nail Nayboğlu klip rejissoru ola bilməyəcək. Amma çox səhv düşünürdülər də. Nail Nayboğlu üçün halal və haram və onun mizan tərəzisinin ölçülməsində vicdanının seçdiyi məqamlar. Bax, bunun cavabını reklamlardan sonra sizdən alacağım. Çay, boğazınızı yaşlayın. Deyəsən, bir balaca, bax, bu sizin üçün bir Nail Nayboğlu şəxsiyyətinin açılmasına rəvac verəcək. Çayımız Hacı Seylon çaylarıdır, əziz tamaşaçılarımız. Xəzərin sahilindəyik, əyləşmişik, dəyərli bizim Naillə söhbət edirik və həqiqətən mən bir şey kəşf elədim. Biz, bəli, baxmayaraq ki, uzun illərdir bu camiyədəyik, amma ilk dəfədir ki, biz təmasda oluruq. İnsan əgər öz keçmişində ona olan haqları unutmursa və səmimi şəkildə digər məsələlərə qiymət verməyə bacarırsa, artıq o insanın Allah Taala mükafatını verir. Qısa aradan sonra buradayıq. Hər birimiz əzizlərimizi, sevdiklərimizi görüşdə çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay insan orqanizminə xeyirli olmaqla bərabər həm də əhval-ruhiyyəmizə çox gözəl təsir edir. Çayın tərkibində olan bir sıra maddələr bir sıra xəstəliklərin də müalicəsinə kömək edir. Bu mənada əsl keyfiyyətli çayı seçib almaq lazımdır. Bu çay hansı çaydır siz deyə soruşsanız, heç düşünmədən deyərik, biz Hacı Seylon çayları içirik. Bəs hardan alaq deyə soruşsanız da buna cavabımız belə olar. Bu, Taygastor marketlərindən və şəhərimizdə fəaliyyət göstərən bir sıra market şəbəkələrində var. Ora gedib əldə edə bilərsiniz. Yaxınlaşırsınız ora və müxtəlif növdə çay nümunələrini seçib ala bilərsiniz. İstər ətirli, istər xırda yarpaqlı, istər iri yarpaqlı, istər yaşıl çay, istər paket çayları fərq etməz. Sizin zövqünüzə uyğun bütün nümunələr orada var. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Və nəzərinizə çatdırım ki, Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır. Və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hər birinizin evinizdən çay, ətirli, gözəl süfrələr əskik olmasın. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Hə, Nail bəy, çayımızı içirik. Bəli. Söhbətimiz də öz axarı ilə, öz ahəngi ilə davam eləyir. Çayımız Hacı Seylon çaylarıdır, əziz tamaşaçılarımız. Qonağımız da Nail Nayboğludur və Azərbaycan incəsənətinə klipmaker kimi öz işi ilə, layihə rəhbəri kimi bir sıra telekanallarda öz layihələri ilə öz sözünü deyən bir insandır. Ağız dadımız dəyişməz olaraq qalır və bəyəndiyimiz bir daddır. Və Nail bəy, bax, artıq verilişin sonuna doğru yaxınlaşırıq. İnsani dəyər, bax bu müddət ərzində sizlə ünsiyyətdə olanda göz təmasından, nəfəs təmasından, o qığılcımdan hiss edirəm ki, bir insan öz mənəvi çəkisini
və o çəkidə halal, haram mizanını ölçə bilirsə, onun o etiraflarının və səmimiyyətinin qarşısında Allah onu mükafatlandırır. Bugün sadaladığınız imzaların arasında bir işi görməyin özü artıq bir yolu qət eləmək deməkdir. Amma bugün etirafıyla ki, mən buydum və bu yerdən bu yerə gəldim və bugün bu yerdən bu yerə görə bu kəslərə minnətdaram. Bu halal və haram mizan tərəzisinin yerini bilməkdir. Nail Naiboğlu halal və haram tərəzisini tənzimləyə bilirmi? Əvvəla onu deyim ki, bəli, mənim üçün halal və haram var. Və hər zaman çalışıram ki, əziyyət çəkim, halallıqla qazanım və halallıqla da o qazancımı ailəmə yedizdirə bilim. Gəlin belə deyək də, bir klip hansısa bir məbləğə başa gəlir. Təbii ki, bu pulu sənətçi verir. Yəni, bu dövlət idarəsi və yaxud da ki, hansısa bir qurum deyil ki, hansısa bir şirkət deyil ki, sən işləyəsən, maaş alasan. Bir sənətçi saatlarla toylarda oxuyur və əziyyət çəkir və pul qazanır və gətirir sənə pul verir reklamı xatirinə ki, mən klip çəkdirim. Həm hər zaman deyirəm ki, klip reklamdır, müğənninin PR-ıdır, müğənninin reklamıdır. Klip çəkdirir və baxın, o puldan nə qədər insan qazanır. Operator, texniki heyət, işıqçı, montajçı, rəng korreksiyasını edən, hətta o çəkiliş prosesində işləyən xadimələr, bizə yeməklə təmin edən xanımlar, yəni hər kəsdə belə deyək də, bir 10-15, bəzən 20-25 hələ biz aktyorları götürsək, rəqqasları götürsək, qrim, saç ustalarını götürsək, geyim və böyük bir komanda işdir və hər kəs evinə, ailəsinə ruzu aparır. Görün biz nə qədər gözəl bir iş görürük. Hətta, bax, bugün mən verilişdə qonağım. Bəzən tamaşaçı düşünür ki, 1 saatlıq verilişdə gəldi, danışdı, getdi. Amma başa düşmür ki, bu 1 saatlıq verilişdə axı kamera arxasında olan bu insanlar ailələrlə pul aparırlar. Biz kiminsə cibinə girib oğurluq eləmirik. Mən etdiyim hər bir şeyi hər zaman halallıqla eləyirəm və kimə də nə edirəmsə, hər zaman halallığını verirəm. Və inanıram ki, mənə də olunanlar halallıqla olunur ki, bugün mən varım, bugün mən ayaqdayam və bugün mən işləyə bilirəm. Bəli, insan onun üzərində olan haqqı itirməməlidir. Bugün mən mərhum İlhamə Quliyevanın, bizim dəyərli xanım İsmail qızının və digər o zamanlarda mənə dəstək olan sənətkarların üzərində olan haqlarını itirməməliyim. Mən rejissor olaraq başlayanda Şamil Muradov, Allah ona can sağlığı versin, mən müəllimim olub, məni yönəldən olub, əlimdən tutan olub, texniki baxımdan. Mən ilk dəfə bunu, yəni sizin verilişdə səmimi olaraq deyirəm, mən ilk dəfə meydançaya gələndə mən kadr nədir bilmirdim, sağ, sol nədir bilmirdim, kameranın dilini bilmirdim və o insan hətta monitoru əlimə verirdilər. Mən monitoru baş ayaq tuturdum, deyirdim ki, Şamil dayım, ona dayı deyirdim. Şamil dayı, bu niyə baş ayaq göstərirdi? Ay, sən açan rejissor olacaqsa, gəlirdi, fırlatırdı monitoru ki, düz tut, bax. Yəni, bu cür anlar yaşamışam mən. Amma və bu anları yaşaya-yaşaya gəldim və öz zəhmətim, əziyyətim, ailəmin dəstəyi, dostlarımın dəstəyi ilə gəldim. Və bugün mənim arxivimdə 1000-dən çox klip var. 500-dən artıq sənətkarımızın, sənətçimizin, sevilən ulduzlarımızın işbirliyim var. Bir insandan soruşurlar ki, mən bu ölkədə yaşamaq istəyirəm. Bu ölkə necə ölkədir? Adam deyir, əvvəl yaşadığın ölkə necə idi? Deyir, əvvəl yaşadığım ölkə çox pis idi. Orada insanlar pis idi, havası pis idi, şəraiti pis idi.
suyu pis idi. Deyir, bura da pisdir, burada yaşama. Biraz keçir, başqa biri gəlir. Deyir ki, mən bu ölkədə yaşamaq istəyirəm, bu ölkə necədir? Adam deyir, əvvəl yaşadığın yer necə idi? Deyir, əvvəl yaşadığım yer çox yaxşı idi. İnsanları yaxşı idi, havası, suyu yaxşı idi, məkan yaxşı idi. Deyir, bura da yaxşıdır, gəl yaşa burada. Bunu müşahidə edən bir nəfər kənardan deyir, niyə birini yola saldın, birini də qarşıladın? Adam cavab verir ki, o hansı gözlə görmək istəyirsə, dünyanı o gözlə görəcək. Onun üçün artıq məkanın fərqi yoxdur. Biz insanlar bir ya görürük, ya baxırıq və biz öz ürəyimizin gözü ilə görürük dünyanı. Bəli. Və bir söz deyim də, səhvsiz bu dünyada heç kim yoxdur. Mən hər zaman deyirəm ki, biz nə qədər səhvlər eləsək də, amma biz bağışlamağı da bacarmalıyıq. Çünki yeri, göyü yaradan əgər bizi bağışlayırsa, heç kim deyə bilməz ki, biz o dünyada nə gözləyir. Biz bu dünyada günah eləmişiksə, o dünyada cəhənnəm yaşayacaq və yaxud da ki, bu dünyada günah eləməmişiksə, o dünyada cənnətdə olacaq. Bu sadəcə bizim düşüncələrimiz və bizim xəyallarımızdır. Yəni, o dünyadan hələ bu dünyaya heç kim gəlməyib və heç kim də deməyib ki, mən bu dünyada beləydim, o dünyada da getdim, yerimi tutdum. Və o dünyada bizi nə gözləyir, biz bilə bilmərik. Yəni, harada olacaq, hansı məqamda olacaq, deyə bilmərik. Amma çalışaq ki, bu dünyada yaxşı olaq. Əlbəttə. Baxın, sizin yaxşı olmanızın səbəbləri var. Səbəblər ətrafınızda olan insanların sizə qarşı olan mövqeyidir. Sizə sual verənlər var. Qoy versinlər. Hazırsınız o suallara cavab verməyə? Hə, bilmirəm axı nə sual veriblər. Bax, biri sizin üçün o qədər dəyərli insandır ki, və o insan sizin həyatınızda muazzam bir rolu var. Bu insanın sizin haqqınızda fikirləri də çox mükəmməldir. O insanın fikirlərini dinləyək. Düzü adını çəkmədiniz. Bilmirəm kimdir, amma bəli, hazıram. Baxaq. Mən çəkdiyi klipləri ilə tanınan rejissor Nail Naiboğlu sevənləri salamlayıram. Bir müəllim kimi Nail haqqında danışmaq məni çox sevindirir. Nail mənə həm şagirdim, həm də övladlarım qədər əzizdir. Mən Nailin orta məktəbdə İngilis dili müəllimi olmuşam. O mənim ən savadlı, ən fəal şagirdlərimdən olub. Nail mənim dərslərimi böyük həvəslə dinləyər, verdiyim suallara düzgün və səlis cavablar verərdi. Nailin İngilis dilinə olan həvəsi onu məhz Dillər Universitetinə apardı. Mən ümid edirdim ki, Nail mənim davamçım olacaq və inanırdım ki, savadlı bir müəllim kimi tanınacaq. Lakin universiteti bitirdikdən sonra Nail mənə incəsənətə olan həvəsini bildirdi. Əlbəttə ki, mən Nailin arzusuna qarşı çıxa bilməzdim. Mən onun fikrinə hörmətlə yanaşdım və sevib seçdiyi sənət yolunda ona müvəffəqiyyətlər arzuladım. İndi mən Nailin çəkdiyi klipləri böyük maraqla, sevə-sevə izləyirəm və uğurları ilə fəxr edirəm. Mənə verilən fürsətdən, mənə verilən imkandan istifadə edərək Nailə demək istəyirəm. Nail, oğlum, uğurların bol olsun, səsin daima yüksəklərdən gəlsin. Nailə belə bir sual verərdim. Nail, təhsil aldığın məktəbi və sənə dərs deyən müəllimləri xatırlayarkən hansı hissləri keçirirsən? Əvvəla, təşəkkür edirəm sizə. Məni bir 40 il əvvəl apardınız. Mən İngilis dili müəlliməmi də salamlayıram, Sevda müəlliməni. Əllərindən öpürəm. Və Sevda müəllimə düz deyir.
mən Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişəm və bu barədə də çox danışmışam efirlərdə ki, mən həmin ixtisası atamın istəyi ilə, Allah bilənlərinizə rəhmət eləsin, rəhmətli atamın istəyi ilə seçmişdim. Amma hər zaman incəsənətə olan marağım olub. Bəli, xatırlayıram Sevda müəllimə və o uşaqlıq illərimə, qayıdıram o illərimə ki, o illərimdə bugün dünyada olmayan anam, qardaşım, atam vardı. Və o illərdə qayğılarsız, problemlərsiz Nail var idi və rejissor olmaq arzusunda olan, incəsənət aləmində olmaq istəyən bir Nail var idi. Amma mən heç vaxt keçmişimlə yaşamağı sevən adam olmamışam. Mən həmişə gələcəyimi düşünüb və indini yaşamaq istəmişəm. Keçmişdən asılı olan insan deyiləm. Və bir daha müəllimə təşəkkür eləyirəm. Nə yaxşı ki var. Biz buradan bütün müəllimlərin əllərindən öpürük və bəli, artıq klipmakerdir Sevda müəllimə. Nail Naiboğlu bir klipmakerdir və onunla çalışan daha bir sənətkarın, daha bir gözəl bir xanımın ona sualı var. Zaman itirmədən elə bəli, o suala keçid alaq. Baxaq. Salamlayıram sizi Fəxriyə xanım. Verilişinizin qonağı klipmaker rejissor Nail Naiboğlu'nu da ürəkdən salamlayıram. Mənim əziz dostum, mənim yaradıcılıq yolunda mənə dəstək olan, yanımda olan insanlardan biridir Nail. Təsəvvür edin ki, 20 klipimdən 10'unu Nail çəkib. Və ümid edirəm ki, bu işbirliyimiz, dostluğumuz da daimi olacaq. Nail Naiboğlu'na sualım olacaq ki, Nail nəyə nail olmaq istəsə də hələ nail ola bilməyib. Sizə bol tamaşaçı arzu edirəm. Görüşərik. Salamlayıram, əziz dostum. Mən hər zaman deyirəm ki, mənim yaradıcılıqda, yəni show biznes aləmində, incəsənət aləmində 2-3 dostum varsa, onların birincisi Samirə Rəcəblidir. Biz ona Jaysi deyirik. Salamlayıram onu. Çox mənə xoşdur ki, biz 2 il ərzində 10 klip çəkmişik. Tam səmimi deyəcəm, bunu da ilk dəfə deyirəm, yaradıcılıq baxımından bütün arzularımı həyata keçirmişəm. Elə bir ifaçı yoxdur ki, ona klip çəkməyə arzusunda olum. Elə bir iş yoxdur ki, deyim ki, mən bunu eləmək istəyirdim. Ən böyük arzum ilə Heydər Əliyev sarayında konsertim olsun, onu da elədim. Amma indi bir arzum var. Nə vaxtsa inanıram ki, o arzum da həyata keçəcək. Dövlətimin başçısının imzası ilə fəxrə layiq görülmək. Bu mənim bu sənətdə ən son arzumdur, belə deyək. Nail olmaq istədim. Bəli, bəli, nail olmaq istədiyim. Amma mən sizə deyim ki, Nail bəy... Yəni ilk dəfə də bunu söyləyirəm ki, yəni bu mənim arzumdur. Doğrudan da mən dövlətimi, mən ölkəmi, mən millətimi, xalqımı o qədər çox istəyirəm ki, bu arzumdur ki, dövlətimin dəstəyini hiss edirəm. Zaten hiss edirəm. Azərbaycanlı olmağımla qürur duyuram və Azərbaycanlı, yəni bugündən uğurlar qazanmışamsa, Azərbaycan xalqının hesabına qazanmışam. Yəni digər bir xalqın hesabına qazanmamışam, Azərbaycanda qazanmışam və bunun üçün də dövlətim mənə imkan yaradıb. Amma fəxr adı almaq mənim ən böyük, bu dəqiqə yeganə arzumdur. Çünki bütün arzularıma çatmışam, bir o arzum qalıb. Nail bəy, bu yaşa qədər təcrübələrimdən, müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, hər bir kəs öz adının haqqını verir. Və hər dəfə onun şahidi oluram ki, insan öz adını yaşadır. Nail adı artıq bir sıra arzuların həyata keçməsidirsə, bünövrəsini burada qoyuruq, yeni arzularınız da həyata keçsin. Artıq bizə verilən zaman başa çatır. Nail bəy, bax biz sizə veriliş boyu içdiyiniz bu çaylardan birini hədiyyə edirik sizə. Bax, bu qutuda bütün növ çay növləri, bütün çay növlərindən var. Peko var, Opa var, əgər tələssəniz paket çayları var və bu çayları siz içirsiniz, əhval-ruhiyyəniz yüksəlir, özünüzü çox yaxşı hiss edirsiniz, yeni klip mövzuları, motivləri fikirləşirsiniz və bizi də unutmursunuz. Təsəvvür eləyin də, gülməli olanla bilər bəziləri üçün, amma tam səmimi deyim,
hansısa bir verilişdə ən sevdiyim məqamdır. O ki, sponsorlar hədiyyə verirlər və o hədiyyə ki, sponsorun adına doğrudan da layiq olur. Və bu çaydan datdım. Dediyim kimi, mən evdə də bu çaylardan istifadə edirəm və hər kəsə məsləhət görürəm. Hacı Seylon çayları. Bu çay bizim dostluğumuzun başlanğıcıdır. Bəli. Hər bitdikcə məni arayacaqsınız, axtaracaqsınız. Bəli, bəli, bəli. Bax, beləziz tamaşaçılarımız, gözəl bir görüşün sonuna çatdıq. Amma ardı var deyirik, Nail bəy. Bu dünyada iki şeyi unudun. Etdiyiniz yaxşılıqları və sizə olunan pislikləri. Bu dünyada iki şeyi unutmayın. Allahı və ölümü. Hər birimiz gözəl, layiqli bir ömür yaşayaq ki, bizdən sonra da adımız yaşasın. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.